Heç bilirdiniz ki, evladınızın doğum tarixi onun gizli gücünü göstərir? Elə doğum tarixləri var ki, onlar xüsusi güc və missiya ilə bu dünyaya gəlirlər. Bu, güclü vibrasiyaya malik güzgü tarixləridir. Uşaqlar adətən öz yaşlarından böyük olurlar və dərin intuisiyaya malikdirlər. Onların intuisiyası o qədər güclüdür ki, bəzən valideynlərinə həyat dərsi verirlər. Bunlar isə çox həssas doğum tarixləridir. Yüksək emosional və mənəvi həssaslığı olan uşaqlardır. Tez-tez erkən yaşlarından xeyir və şər, həyat və ölüm mövzuları ilə maraqlanırlar. Onlar dünyanın ağrısını və sevincini digərlərindən daha dərin hiss edirlər. Kiçik yaşlarından həyat niyə var sualını sizə versələr, təəccüblənməyin. Doğum tarixləri isə mənəvi missiyadan və başqalarına təsir etmə bacarığından xəbər verir. Bu uşaqlar gələcəyin liderləridir. Onların daxili iradəsi çox güclüdür və kütlələri arxasınca aparma qabiliyyətinə malikdirlər. Bəs sizin övladınız və ya siz özünüz hansı tarixdə doğulmusunuz? Şərhlərdə fikirlərinizi bildirin.